Herkese selamlar. Bugün sizlerle malların xidmətinin satışı üzrə öyrənəcəyik. Yəni aldığımız malları indi satacağıq. Bildiyimiz kimi artıq biz qaymə yaratdıq. Yəni o qaymə üzrə burada baxsaq görək ki, artıq satış üzrə qayməmiz var və məbləğini də müəyyən etmişik, tarixini də müəyyən etmişik, kimə satacağımızı da. Bu çox önəmlidir. İndi isə gəlin artıq həmin o müəyyən etdiyimiz qayməmizi sataq. Bunun üçün nə edirik? Gəlirik satış olan menyuya. Burada malların xidmətlərin satışı var. Ora klikləyirik və belə bir pəncərə açılır. Onu böyüdək. Böyütdükdən sonra əlavə etmək düyməsi var. Onu sıxırıq və belə bir şey var ki, nə satırsan? Satış və komissiya satırsan, sahiblik hüququ keçmədən satış və avadanlıq satış. Biz indi mal satdığımıza görə birincini seçirik, yəni avadanlığımızı satmırıq. Ona görə mal satdığımıza görə birincini seçib OK-yi sıxırıq. OK-yi sıxdıqdan sonra belə bir məlumat daxil olur. Gördüyümüz kimi bizim fakturamızla eyni idi bu. Demək olar ki, proseslərin hamısı eynidir. Sadəcə olaraq bəzən bir neçə elə bir menyular var ki, onları doldurmaq lazımdır. İlk öncə tariximizi dolduraq. Bizim əvvəlcə baxaq görək qayməmiz nə vaxtda idi? Ayın 15-nə. Deməli ayın 15-nə yazaq ki, uyğunluq olsun. Və anbarımızı seçək. Bu 3 düymə ilə klikləyirik. Gəlirik öz papkamıza. Burada mal anbarı var və mal anbarını seçirik ki, bizim malımız orada idi, oradan çıxacaq. Sonra kontragenimiz var. Kontragenimiz kim idi? Düyməni sıxıb buradan gəlib öz papkası seçib, sonra gəlib kontragenizi seçməkdir. Yəni satış üzrədirsə satışı seçirik. Satışa daxil olub papkamıza. Burada Smart'ı tapırıq və klikləyirik. Avtomatik olaraq görürük müqaviləsi də düşdü. Avans hesablanması da düşdü və artıq yuxarı məlumat hissəsi doldu. Yenə də təkrar qeyd edim ki, mütləq şəkildə müqaviləyə diqqət etmək lazımdır. Əgər düşməyibsə, girin buradan dəyişin müqavilənin növünü. Sonra indi gəlir aşağı hissə. İndi aşağı hissənin üçün bir əllə doldurulma, yəni ayda qayda ilə, yəni belə əgər azdırsa məhsulunuz, yəni təzə başlayan şirkətdirsə, bizim kimi, onda məsələn bu plus işarəsini klikləyin. Ondan sonra nomenklatura gəlir və nomenklatura hissəsində 3 düyməni sıxın və burada gəlin tapın tavarini. Mütləq şəkildə buna diqqət edin. Çünki siz mal satırsınız. Burada əsas material və yaxud da digərlərini seçə bilməzsiniz. Əgər seçsəz nə olacaq? Onda hesab kodunu səhv verəcək. Bu da gələcəkdə ƏDV və yaxud da ki, vergi problemi yaradacaq sizə. Ona görə də mütləq şəkildə nə satırsınızsa o papkanı seçin, nomenklatura olaraq. İndi biz tavari deyə tavarini seçirik. Gəlirik öz papkamızı tapırıq, onu yenidən klikləyirik və daxil oluruq bu kompüteri. İndi bizdə bir dənə dedi, avtomatik olaraq düşdü. İndi miqdarı nə qədərdir? Məsələn 10 dənə almışdıq, dedik 5 dənəsini sataq. Neçədən satacağıq? 800-dən. 800-ü qeyd edirik və avtomatik olaraq gördük ki, məbləğ düşdü bura. Və həmin məbləğdə də, məsəl üçün, təkcə məbləğ deyir, gəlir də artıq kodu verildi 601. Çünki bilirik ki, satış varsa, avtomatik olaraq gəlirimiz də var və satış üzrə xərcimiz də yarandı. SMMD xərcimiz 701 və bu da avtomatik olaraq Birsə tərəfindən qeyd olundu və ƏDV-imizin miqdarı qeyd olundu, cəmi qeyd olundu və baxsaq görsək ki, cəmi 400-dür. ƏDV-imiz isə 610 manat 17 qəpikdir. Bu hissə oldu birinci forma doldurulma. Əgər ümumiyyətlə buranı yanlış doldurubsunuzsa, silmək istəyirsinizsə, X düyməsini sıxmanız kifayətdir. Gördünüz ki, artıq avtomatik olaraq silindi. Sonra gəlir ikinci doldurulma forması. Bir, məsəl üçün, bu formada seçə bilərik, doldurmaq. Doldurmağı, məsəl üçün, klikləyirik. Mədaxil üzrə doldurmaq var. Mədaxildən əlavə etmək, hesab üzrə doldurmaq var. Mədaxil üzrə doldurmaq eləyəndə avtomatik olaraq bu gəlir. Yəni, nəyə alıbsansa onu, məsəl üçün, sənə göstərir. Bu şəkildə, məsəl üçün, satın almadırsa biz bunu klikləyirik və 2 dəfə klikləyən kimi avtomatik olaraq düşür. Yəni, miqdarı düşür. Burada avtomatik olaraq doldurmada gördüyümüz kimi
onun ümumi miqdarı düşdü. Nə qədərimiz qalıb? Bu o zaman mümkündür ki, misal üçün ola bilər ki, biz miqdarı bilmirik, nə qədər satacağıq. Ona görə bunu misal üçün dəyişə bilərik. İstəsək 10 dənə düşübsə, deməli 10 dənə var ambarda. Onu seçib 5 dənəsini sata bilərik. Yenidən qiymət əlavə edə bilərik. Məsəl üçün 800 manata və avtomatik olaraq yenidən hesablayacaq. Gördüyümüz kimi əlavə formada hesablayır. Cəmi 4000. İndi bu 4000-i qeyd edəcəm ki, necədir və gördüyümüz kimi uçot hesabında 205 hesabladı. Gəlirimiz 601, satış üzrə xərcimiz də 701. Və diqqət etsək görürük ki, artıq bizə burada 3 dənə hesab verdi. İndi digər hesabı da özümüz yazacağıq. Hələ ki bu hissədəyik. Bu oldu ikinci formada doldurma. Yenə də bu X-in üstünə klikləyirəm, silirəm. Sonra gəlir burada seçmə formasında. Seçməni iki tip formada edə bilərik. Bir, bu formada yenə ayrı qayda ilə bunu klikləsək, burada bizdə belə bir sağ tərəfdə bir pəncərə açılır. Bu əslində çox rahatdır. Məsəl üçün bizim məhsulumuz çoxdur. Ona görə buradan bir-bir girib tapıb yazmaq əvəzinə burada məsəl üçün klikləyib seçə bilərik. Öz papkamıza gəlib, məsəl üçün nə qədər varsa hamısını seçə bilərik. Və buradan məsəl üçün yaza bilərik 5 dənə, nə qədərdirsə, məsəl üçün qiyməti 800 dənə və OK sıxmaqla avtomatik olaraq gördük ki, bu şəkildə hesabladı. Amma fərqli formada qiymət hesabladı. Niyə? Çünki ümumilikdə 944 götürdü. Burada məbləği yarı verdi. 4720 manat verdi. Onun 720 manatın bizə göstərdi burada ƏDV-dir və s. kimi. Yəni yenə də qalan uçot hesabları eynidir. Bu fərqi nədir? Niyə bizə bu qiyməti göstərdi? Axı biz 800 yazdıq, niyə bu 944 göstərdi? Çünki belə bir şey var. Əgər biz seçməni seçsək, burada biz bildiyimiz kimi nomenklatura yaradanda orada qiymətlər cədvəlində yaratdıq. Həm alış qiyməti, həm də satış qiyməti, avtomatik qiymət. Biz dedik ki, elə ola bilər ki, standart qiymət olsun. Məsəl üçün bizim müqaviləmiz ola bilər ki, Smart Office-ə və yaxud da ki, Samsung-dan ki, biz səndən 5 il ərzində 500 manat alacaq. Mən də Smart-a misal üçün müqavilə bağlayıram ki, inflyasiya olur, olmur, fərqi yoxdur. Sən daimi müştərisən, mən sənə həmişə 800-ə satacağam. İndi ona görə də biz onun üçün avtomatik qiymət müəyyən edirik və həmin o avtomatik qiymətdə görə bu formada elədir. Yəni indi bu təsadüfən seçdi və 944 manatlıq seçdi, əlavə etdi. İndi gəlin bunu yenidən silək və gedək orada bəzi düzəlişlər eləyək. Və yuxarıda gördüyümüz kimi qiymət və valyuta mütləq şəkildə buranı doldurmadan öncə buranı klikləməliyik. Bəzi yerlərdə işarələri götürməliyik. O hansı yerdir bu məbləğin ƏDV-yə daxil edilməsi. Buradakı o işarəni mütləq şəkildə götürün. Niyə? Çünki bir var qeyd etdiyim kimi ƏDV daxil, bir də 4000-in içərisində ƏDV olsun. Bir də var ki, toplam olaraq bizə 4000 gəlsin. Yəni o ƏDV-si də içində, onun elə bir bizim malımızın qiymətidir. Amma bizim malımızın qiyməti 4000-dir. Onun indi əlavəsi də var ki, misal üçün hesablayacaq, gələcək o ƏDV. Biz indi istəmirik ki, məbləğin içində olsun ƏDV, ona görə də bu işarəni götürmək lazımdır. Əgər biz bu şəkildə işləyiriksə. Yox, əgər misal üçün ƏDV daxillə işləyirsinizsə, o zaman klik qoymanız lazımdır ki, o avtomatik olaraq hesablasın. İndi biz ƏDV elə bir ayrı hesablayırıq. Məbləğdən ayrı hesablayırıq, üzərinə gəlirik. Buna görə bu işarəni götürdük və qiymətlərin tipinə baxırıq. Qiymətlərin tipindən bunu klikləsək və burada hər hansı bir misal üçün öz formamızı axtarıb tapırıq ki, bizim qiymətimiz nə idi? Gördüyümüz ki, burada müxtəlif qiymətlər var. Misal üçün, əsas vəsaitin alışıdır, əsas vəsaitin satışıdır, alış qiymətləri və s. kimi. İndi biz gəlin buradan seçək, misal üçün, bizə satış qiyməti avtomatik seçən kimi artıq bizdə seçdiyimiz qiyməti avtomatik qiymətinlə verəcək. Necə? İndi gəlin yoxlayaq. OK, sıxırıq və indi yenidən buradan, misal üçün, buradan indi bunu bağlayım. Seçməklə seçirəm və gəlirəm tavarini seçirəm.
və yenidən misal üçün öz papkamı tapıram və kompüterə klikləyirəm. Gördük ki, avtomatik olaraq bizim qiymət əlavə olundu 800 manat. Sadəcə bizdə miqdarı yazmaq lazımdır. Yazıram 5 dənəsi və OK sıxıram. Bir şey OK klikləmədən öncə bir şey qeyd edim ki, bu hər zaman qəbul etmək düzgün deyil. Qeyd etdiyim kimi sadəcə özəl müştəri olarsa və yaxud da eyni qiymətlə satarıqsa bu uyğundur, yəni münasibdir. Amma yox, məsələn, fərqli qiymətlə satırsınızsa, o zaman əllə doldurmanız daha lazımdır ki, özünüz qiyməti müəyyən edə bilərsiniz. Və artıq qiyməti yazandan sonra OK sıxan kimi avtomatik olaraq gördük ki, bizdə məbləğ ayrı verdi, ƏDV qiyməti ayrı verdi və toplam olaraq bizdə 4720 manatı göstərdi. Bu da onu göstərdi ki, artıq ƏDV-ni daxil etmədi məbləğin içinə, ayrı verdi. Yenidən də uçot hesablarımıza baxsaq 305-imiz var, 601-imiz var və 701-imiz var. Və miqdarımız da 5 dənədir və qiymətimiz də 800 manatdır. Bu oldu bizim doldurulma hissəsi. Yəni istədiyiniz formada malları doldura bilərsiniz. Doldurmaqla doldura bilərsiniz, seçməklə doldura bilərsiniz. Dəyişmək istəsəniz, məsələn, klikləyib dəyişə bilərsiniz. İndi bizdə bir dənədir deyə dəyişə bilmirik. Yəni burada əlavə edib dəyişə bilərsiniz və məsəl üçün və yaxud da ki, yuxarıdan qeyd etməklə seçə bilərsiniz. Bu oldu bizim doldurulması, yəni nomenklaturaların əlavə edilmə formaları. Daha sonra gəlir nə əlavə etməliyik biz burada. Sonra keçirik bu biri menulara. Baxırıq xidmət var. Biz indi xidmət satmırıq Smarta. Biz sadəcə kompüter satırıq, yəni mal. Ona görə bunu doldurmaya ehtiyac yoxdur. Agentlik xidməti də deyil. Biz hər hansı bir konsulting və digər xidmətlərlə məşğul deyilik. Sonra gəlir hesablar. Əsas vacib olan hissə budur. Burada nəyi misal üçün yazmalıyıq biz? Bildiyimiz kimi biz indi satış edəcəyik. Gördük ki, bura diqqət etsək, görürük ki, avtomatik olaraq bizə 205-i verib, 601-i verib, 701-i verib. Qeyd edim ki, bir şeydə fərqi yoxdur. İstər bizə debitor nağd alsın və yaxud da nisiyə alsın. Həmişə bizdə birisi onu borc kimi yaradır, ondan sonra biz onu ödəniş kimi edirik. Yəni nağdlaşdırırıq. Ona görə də bizim indi satacağımız şəxs, yəni Smart Office bizim debitorumuz sayılır. O debitor kodu da 211-dir. 211-i yazıb enteri sıxsaq belə bir pəncərə açılır. Əlbəttə ki, biz 211-i seçə bilməliyik. Mütləq şəkildə subcounter-lə seçməliyik. Yəni 01 odur ki, Azərbaycan ərazisində işləyən şəxsdir, yəni biznesmendir. Bu 2 ilə başlayan isə xaricdə olan şəxsdir. Biz də indi Azərbaycan ərazisində satırıq, ona görə 01-i seçirik və yanında mütləq şəkildə 211-in yanında dedik ki, avans gəlir. O avansımız da 543. 543-ümüz də ki, seçən kimi alınmış avansdır. Burada baxırıq ki, 01-i seçməliyik, çünki alınmış avans bu manatladır. 02-ni seçsə, bu artıq valyuta iləndir, yəni xarici. İndi bizdə Smart Azərbaycanda olduğuna görə bunu seçirik. 543-ü alınmış avans və bu artıq qeyd etdik. Daha sonra gəlir, bu artıq hesablar üzərində əməliyyatımız qurtardı. İndi gəlir əlavə hissəsinə. Əlavə hissəsi nədir? Əlavə hissəsində gördüyümüz kimi məsuliyyətli şəxs. Məsuliyyətli şəxsi avtomatik olaraq özü seçib. Yenə qeyd etdiyim kimi, əgər bu insan deyilsə, burada klikləyirik 3 düyməni, özümüz ya əlavə edərək, ya da buradakı olan şəxslərdən kimisə seçə bilərik. İndi biz bu elə administrator qalsın. Sonra keçirik hesab faktura. Biz biraz əvvəlki dərsimizdə hesab fakturasını yaratdıq. Ona görə də gəlin artıq bunu əlavə edək. Klikləyirik bura və görürük avtomatik olaraq burada göründü. Əgər olmazsa, onun zamanı əlavə etməklə, sıxmaqla biz hesab fakturanı yaratmış oluruq. İndi isə var deyə ona görə klikləyirik. Avtomatik olaraq sənəd hesabı üzrə doldurulsunmu deyir. Yesi klikləməklə avtomatik olaraq bizim məlumatımız bura əlavə olunur. Sonra yük göndərən kimdir, onu əlavə edə bilərsiniz. Yük alan kimdir, müəssisənin bank hesabını yaza bilərsiniz. Müəssisənin bank hesabını tutaq ki, seçə bilərik. Burada onun bank hesabı Paşa Bankdır. Klikləyirik, avtomatik olaraq çıxır. Məsuliyyətli şəxsə, yəni o tərəfdən alan şəxsə olacaq Əliyev Ali.
məzuniyyət etdi, yəni bu. Çatdırılma ünvanı da qeyd edə bilərsiniz. Yəni bu da ki, Smart Office-in biznes ofisidir. Əgər ünvanı varsa, indi biz onu özümüz yazmırıq, amma realda o mütləq olaraq yazılmalıdır. Və bu şəkildə bunları əlavə edirik. Sonra gəlir şərh hissəsinə. Şərh hissəsinə də istəsəniz burada bu satış üzrə müqavilənin misal üçün kopyalayıb bura qeyd edə bilərsiniz ki, kimdir və yaxud da bura misal üçün klik yazıb Smart Office yazaq ki, göy buna məhsul satmışıq. Məhsulumuz da bizim kompüterimizdir. Müqavilənin nömrəsini yazmaq da kifayətdir və s. kimi. Daha sonra gəlir misal üçün hesab fakturunun daxil edilməsi. Buradan da daxil edə bilərsiniz. Klikləməklə əlavə edə bilərsiniz. Artıq biz daxil etdiyimizə görə gördüyümüz kimi klikləyəndə belə bir şey gəlir ki, sənəd dəyişdirilib, əvvəlcə sənədi yazmaq lazımdır. OK sıxırıq. Çünki bura artıq əlavə etmişik. Və bu şəkildə artıq bizim məlumatlarımızı daxil etdik. Yəni burada şərhimizi də yazdıq. Daha sonra heç bir məlumat əlavə etməyə ehtiyac yoxdur. Yenidən təqvimimizi və s. kimi hamısını yoxlanış edirik ki, görək düzmü etmişik. Və görürük ki, hər şey yerindədir və əgər yerindədirsə, heç bir əlavə nəyəsə ehtiyac yoxdursa, o zaman OK düyməsini sıxa bilərsiniz. Yox, əgər ola bilər fakturadan və yaxud da ki, qiymətdən dəqiq bilmirsiniz, o zaman yazmağı sıxmaqla gözləyə bilərsiniz və yaxud da bağlaya bilərsiniz. İndi gəlin yuxarıdakı ilə bu ox işarəsi ilə biz verək yaddaşa. Yaddaşa verdikdən sonra gəlin indi DT olanı seçirik. Görək ki, bu necə düşdü. Baxsaq görürük ki, bizim avtomatik olaraq bir şeyimiz 701 hesabını açdı bizə, 211-i açdı və yanında da 601-i açdı. Və burada görürük ki, 701 ilə birlikdə 205-i yaratdı. Yəni xərclərimiz artdı. Burada da KT-imizdə məhsulumuz azaldı. Onun yerinə debitor borcu yarandı bizə. Amma onun yanaşı bizə gəlir gəldi. Gəlir gəlirsə nə gəlir? Yanında vergi də gəlir və vergi ilə bu elə bir xərc kimi göstərdi. Deməli bizim də artıq 720 manat vergi borcumuz var. İndi gəlin onu biz elə bir saldoda baxaq, hesablarda görək hesablarımızda necə olub dövri hesabımızda. Bunu biz formalaşdıraq və bununla da artıq görürük ki, bizim 211-imiz yarandı. Debitor borcumuz var bizim 4720 manat. İndi gələcəkdə ödəniş eləyəndə bu artıq bağlanacaq kreditdən. Yəni dövrün sonunda da 4720 manatımız var. Bu da göstərir ki, hələ ki debitor bizə ödəniş etməyib, nisiyə mal satmışıq. Və artıq misal üçün burada gördük ki, bizdə bizim vergi borcumuz da yaranıb 241-imiz. Bunun da yanaşı, əgər mal satmışıqsa, avtomatik olaraq 720 manatımız da gəlib bizim borc kimi yazılıb. İndi nə zaman ödəniş eləyəcək, burada artıq onu bağlayacağıq. Və onunla yanaşı bizdə gəlirimiz də daha doğrusu var. Və görürük ki, avtomatik olaraq 4720 manatı gəlir kimi tanıyıb. Bir şeyin belə bir xüsusiyyəti var ki, biz bilirik ki, əslində mühasibatlıqda ƏDV bizim gəlirimiz sayılmır, amma birsə onu gəlir kimi tanıyır. Çünki satış varsa, o nə qədər satış olubsa toplam olaraq götürür. Yəni 720 manatı biz indi əvəzləşdirsək, elə bir dolayı yolla gəlir sayılır. Amma birisi onu hər iki formada gəlir kimi götürür. Yəni dolayı yolla da olsa, olmasa da götürür. Və görürük ki, bizim artıq 701-imiz də oldu. Çünki satış varsa xərcimiz də yaradır, SMMD xərcimiz və debet tərəfində oldu. Çünki hələ ki ödəniş olmayıb. Ona görə də debet tərəfində qalıb. Nə vaxt ödəniş olacaq, KT-yə keçəcək, yəni kredit tərəfə. Yəni bu şəkildə artıq bizim misal üçün həm mal SMMD-miz xərcimiz var, həm də ƏDV SMMD xərcimiz var. Və bu şəkildə bir şey yaddaşa verdi və gələcəkdə artıq biz ödəniş edəndən sonra əvəzləşdirilmə aparacaq və görürük ki, günü-gündən
artıq bizim Cashflow Guys şirkətimizin həm balans hesabı artır, həm əməliyyatları dəyişir, artır. Bu şəkildə biz analiz etməklə şirkətimizi nəzarətdə saxlaya bilərik.